Esselamu Aleyküm. İşler demək olar tamamladıq. İndi müştəriyə aid bəzi nüanslar çatdıracağım. Çünki bəzi müştərilər əksəriyyəti demək olar ki, bilmir. Yəni bu işin içində deyillərsə, inanmıram ki, bilsinlər. Müştəriyə listi qalın adı ilə indi göstərəcəm, bilmirəm nə qədər görünəcək. Qalın list vururuq falan deyirlər. Yəni açığı indi burada da üçlükdür. Amma üçlüyə ehtiyac yoxdur. Yəni düzdür, bu müştərinin öz istəyinə görədir. Yəni biz tövsiyəmizi etdik, amma müştəri istəmədi. Yəni tövsiyəm nədir? Bu üçlük olsa belə, bu zaten ikilikdir. Yəni siz qapının gec sürülməsinə görə üçlük qoyursunuzsa, yəni bundan qabaq bu çürüyəcək. Çünki bunun zavaskoy qalınlığı, bax budur. Bax gördüyünüz kimi belə göstərim. Bax eyni şeydir. Bunun zavaskoy qalınlığı 2'dir. Və indi burada yan-yana qoyun, bilmirəm nə dərəcədə. Fokusu göstərə bilirəm. Aha. Yəni bunun zavaskoy qalınlığı 2'dir. Sözümü nəyə gətirir? Yəni əgər bəzi ustalar sizi qalın listlə falanla belə ələ almağa çalışırlarsa, inanmayın. Bu da məndən sizə tövsiyə. Esselamu Aleyküm.